Peyğəmbər salavatullaha 100%-lıqla itaat edən şəxslər İmam Əli əleyhissalamda gəldilər, itaətdən kənarlaşdılar. Allah Taala həmişə insanları imtahansız qoymur. Bəli, düz. İmtahansız. Həmişə insanlar imtahan vasitəsilə insanların daxili üzə çıxır. Düzdür. Bu imtahan anlarında da bəzi insanlar çox vaxtı görürsünüz ki, məğlubiyyətə uğrayırlar. Həqiqətən biz tarixə baxanda görürük ki, Peyğəmbər salavatullahdan sonra İmam Əli əleyhissalamın xilafətə seçilməyi müsəlmanlar üçün böyük bir imtahan idi. Peyğəmbər salavatullaha 100%-lıqla itaat edən şəxslər İmam Əli əleyhissalamda gəldilər, itaətdən kənarlaşdılar. Baxın, şeytana adam baxanda, şeytan təqribən 6000 ilə yaxın deyirlər ki, ibadət edib. Bir dənə imtahanın müqabilində gəldi, nə oldu qarşısında? Məğlub. İnsan bəzən çox təəssüf ki, o qədər zəhmət çəkir, amma hardasa boşluq var. O boşluq gəlir insanı, nə edir? Bir anda zərbə vuraraq aradan aparır. Ona görə də çox təəssüf ki, Ənsar həqiqətən bu zəhmətləri ki, həqiqətən də tərifə layiq olan zəhmətləri ki var idi, onu qoruyub saxlaya bilsəydilər və Əli əleyhissalamın kənarından dağılmasaydılar, İslam dini bu günləri çox geniş inkişaf edərdi və həqiqət üzərində inkişaf edərdi. Nəinki firqələr və məzhəblər üzərində. Ona görə Ənsar elə həqiqətən də siz dediyiniz kimi, bu ona bənzəyir ki, bir insan, yəni evi tikir zəhmətlə, illər zəhmət çəkir, ac qalır, susuz qalır, zəhmət çəkir. Axırda özü özəliyindən bir kibrit vurur, yandırır, kül edir. Bu nə deməkdir həqiqət?